Günlük vlog çəkməyə çalışacağam. Amma indi yuxum gəlir, ona görə gedirəm yatmağa. Günlük vloqa yatmaqla başlayan ilk adam ola bilərəm hər halda. Sonra oyandım, durdum, biraz sasımı aradım. Böyle baxıram, görüm necə olub. Sonra başladım bu filmə baxmağa. Əslində bu filmə baxmağımın tək səbəbi burada Robert Downey'nin 21 yaşında olması idi. Çünki hazırda mən də 21 yaşındayım və bu filmi izləyəndə ikimizin də eyni yaşda olmağını istədim. Çünki 21 yaşla çox yaxın zamanda vidalaşacağam və bir də heç vaxt ikimiz 21 yaşında olmayacaqdıq deyə izləməliydim bu gün. Yoxsa bir də heç vaxt elə bir şansım olmayacaqdı. Çünki ad günümə saatlar qalıb. Filmi bitirən kimi də həmən dəqiqə qaçıram Letterboxd'a. Sonra isə biraz oyun oynamaq keçdi keyfimdən. Bugün sonuncu dəfə ayın 21-i 21 yaşındayım. Sabah isə ilk dəfə ayın 20-si 22 yaşında olacağım. Qəribə cümlə oldu. Son 21, ilk 22. Bir şeyler öldürdü özünü arka fonda. Burada isə tez bir dənə Duolingo dərsi dedim ki, seyri getməsin, 500 neçə günlüyü var ona görə. İndi isə şəkil çəkmək keçdi keyfimdən. Arxa fonda da Hamlet'i açdım ki, şəkil çəkə-çəkə səs gəlsin, xoşuma gəlir çünki. Amma bir problem var ki, Hamlet məgər biraz daha cavan olmalı deyil. Yani okey, biraz yaşlı olsalar da yani məsələn 40-50 yaşlı aktyor olsun amma cavan görsənsin hə. Amma axı yəni açıq aydın bəlli olur onun yaşının bura uyğun olmadığı. Həm də burada Hamlet'in atasının ruhunu da qadın aktyorsa canlandırır, lap beynim yandı. Yenə də ürək sözlərimi Letterboxd'a yazıb bu filmi də həll elədim. Bu arada bir dənə watchlistdə olan film sayına baxın. Oh my god. Tamaşa bitəndən sonra həvəsdən öldüm şəkil çəkməkdən, yığışdırdım bu günlük. Sabah yenə davam edəcəm. Sonra qaldığım yerdən kitaba davam elədim. Əlvida 21 yaş. Getdim, səbəbini köynəyimi geyindim. Bilirəm, birlikdə tutmurlar amma vecimə də deyil, sadəcə sevdiyim geyimi geyinmək istədim. Bu qədər. Sağ olun, axıra qədər izlədiyiniz üçün.